Salam bir daha. Axşamınız xeyir olsun. Səsləri özünüz bağlayın. Hemen görün bağlaya bilsəm. Aha. Deməli, bugün sizlə məchul növ keçirik. Evə mən sizə vermişdim izahı. Bilməm, baxmısınız, baxmamısınız, necədirsə. Mhm. Deməli, mənim vacib olan bir məqam odur ki, siz görəsən personal, impersonal. Çünki bax, məchulu Kaspidə ən vacib şeylərini eləyirsiniz. Əsas sual cümlələrinin keçirilməsidir. İndi bugün sizə yenə testlər verəcəm. İşləyəcəksiniz. Amma sual cümləsinin keçirilməsinə baxın. Lap nümunələrini bir də göstərərəm sizə. Əsas məsələ e, personal, impersonal məhçulu başa düşmüsünüz yoxsa yox? Çünki onlar düşür. Məsələn, hansı cümlələr indiki zaman məhçul növdədir, hansı cümlələr keçirilə bilməz. Bax, bunlar əsas vacib məqamlardır. Bax, məsələn, bundan personal, impersonal başa düşməmişdən qabaq siz o zaman deməli feilin təsriflənməyən formalarının zamana və məhsula görə dəyişməsini bilməliyik. Bax, məsələn, mən sizə sual verəcəm, siz də məsələn yazın, özüm də izah verəcəm. Məsələn, bax, bu bizim məstərimiz var da, tudur. Məstər nədir? Feilin təsriflənməyən formasıdır. Elədimi? Feilin təsriflənməyən formasıdır. Təsriflənməyən forma olsa da məhsula düşə bilir. Bax, etmək, edilmək. Olmaq, məsələn, etmək, edilmək, olmaq deməyim də. Məsələn, dəvət etmək, dəvət edilmək, yazmaq, yazılmaq, açmaq, açılmaq, qırmaq, qırılmaq və s. Yəni biz məstəri məhculda da verə bilirik. Birinci gəlin o formalara baxaq. Çünki bunlar bizə personal, impersonalda çox lazım olur. To do məlum növdə nədir? Etmək deyirik də. Məlum növdə, yəni buna yazaq aktiv məstər. Aktiv məstərdir də, məlumdadır. Amma bunun məhçulu necədir? Məsələn, yazırsınız. Bax, məhçulluq üçün bizə nə lazımdır? Həmişə deyirik ki, məhçulluqdan danışmaq istəyirsə, mütləq be'imiz olmalıdır, to be. Və bir də mütləq fe'l sifətikimiz olmalıdır. İkisindən biri olmasa, biz məhçulluqdan danışa bilmərik. Və bütün zamanlar üzrə məhçullarda gördünüzmü? To be də var, fe'l sifətiki də var. Olmayanı biz məhçul kimi götürə bilmirik. Hətta məhçul mənalar var. Get something done, have something done, get done, have done. Onlar belə məhçul məna versələr, belə məsələn want feilindən sonra ing gələndə məhçul məna verir. Amma yenə də biz onu məhçul, sırf məhçul növ, məhçul struktur kimi götürə bilmirik. Mənalarında məhçulluq var. Amma məhçul növ kimi götürmürük. Məhçul məna kimi götürə bilirik. Testlərin məsələn şərtlərində verir, time-da var işləyəcəksiniz. To do-nun deməli məhçulu nə olacaq? To be done. Bilirsiniz, be-ni gördün, be lazımdır məhçulluq üçün. Danı gördün fe'l sifət 2-dir. Bəs bunun məstərdə olduğunu görməliyəm axı. Məstərliyini də gör. Məstərliyi də nə ilə görəcəm? To ilə görəcəm. To be done edilməkdir və mən nədir? Passiv məstərdir. Bundan başqa, baxmayaraq ki, təsriflənməyən formadır, zamana görə dəyişmir. Amma məna baxımından, bax, etmək kimi, elə təsriflənməyən fe'l kimi keçmişdə də istifadə oluna bilər. Keçmişdə də istifadə edə bilərik. To do'nun keçmişi nədir? Bax, yenə ümumiyyətlə bu fe'lin təsriflənməyən formalarını keçmişə salanda, xeyr, fe'lin təsriflənməyən formalarını keçmişi nədir deyəndə mütləq ağlımıza have gəlir. Have indiki zamana aid bir şeydir əslində, amma keçmişliyi göstərir. Yəni fe'lin təsriflənməyən formaları nədir? Məstərdir, fe'li sifətdir, gerunddur. Bunların keçmişliyini have-lə görəcəyik. İndi bax, məstər olduğuna görə to-nu saxlayıram. To-la işim yoxdur. Mən to-dur da elə bunun məstər olduğunu bizə göstərən to-dur. Hansı zamanda olsa da, hansı növdə olsa da to-dur bunun məstərliyini göstərən. To have done. To have done, to do fe'linin, yəni məstərin keçmişdir. Mən danlar, do'lar burada şərtidir ha. İstənilən bir fe'li qoyacaqsınız. Məsələn, to go, to have gone olacaq məsələn. Və əgər əlimizdə bir təsirli fe'l varsa, məstərimiz təsirli fe'lsə, transitivdirsə, o zaman onu məhçulda da görə bilirdik. Hə, bunu məhçulda da görə bilərik. Məhçulda da görsəz, yenə to qalacaq yerində. Yenə keçmişliyi qalacaq yerində. Yəni keçmişdə məhçul. To have been done. To have been done. Təsəvvür edin ki, bunun məstərin keçmişi var, plus təsəvvür edin ki, keçmişinin də nəyi var? Məhçulu var. Hətta bu to be-nin, daha doğrusu da belə to do olsun, fərq yoxdur, to be olsun. Yəni məstəri, indiki zamanda davam etçisi də var.
To, bax, to being. To being done. To being done da təsəvvür edin ki, bu da şeydir. Məstərin davam edici formasıdır. To being done. Sorry, to being done yazdım. Səhv yazdım. To be doing. Bax, to be doing. To be doing təsəvvür edin ki, məstərin davam edici formasıdır. Məstərin davam edici forması. Yəni bu qədər, yəni bunlar artıq advanced qaydalardır da, get-gedə mürəkkəbləşmiş şeylərdir ki, feilin təsdiqlənməyən formalar sadə bir şey deyil. Onların yəni mürəkkəbləşmiş növləri də var. Görürsüz, yenə də to qaldı. Deməli, to do, indi mən bunu sizə birdən niyə deyirəm? Çünki personal, impersonal bunlar bizə lazım olacaq. To do etməkdir. To be done edilməkdir. To have done da, to have done. Bax, istəyirsiniz hətta bunu bir də yazın ki, aktiv, keçmiş, məstər. Buna da yazın. Pasiv, keçmiş, məstər. Keçmiş pasiv yazmalıyım. Fərqi yox. Əsas bildiniz ki, nədir? Bax, bunlar nədir? Bizim to do, yəni məstər haqqında bilməli olduqlarımız. Bura yazacağım məstər. Yəni infinitivdə məstər ingilisində. Bir də bizim gerundumuz var. Gerund da feilin təsdiqlənməyən formasıdır. Gerundda biz to görmürdük. Gerundda nə var idi? Feilin sonunda nə görürdük? ING görürdük. Məsələn, doing nədir? Doing bizim bu da etmək kimi tərcümə olur. Çünki Azərbaycanda gerund yoxdur. Azərbaycanda məstər var. İkisi də nə cür tərcümə olur? Maqmək kimi tərcümə olunur. Bu da maqmək, doing, etmək deməkdir. Buna da yazaq məsəl üçün aktiv gerund. Gerundun özünün də pasivi var. Bu məsələn dəvət etmək, dəvət edilmək. Yenə də belə məstər kimi tərcümə olur. Bu da olacaq nə? Being done. Bax, being done. Yenə də to be-ni görürəm. Məscul üçün to be vacibdir. Yenə də to be-ni görürəm. Yenə də feil sifət 2-ni görürəm. Yaxşı, bəs bu ing-ni harasa qoşmalıyam. Axı bu gerund olduğunu da mənə ing hər dəfəsində göstərir. Məsələn, yuxarıda to mənə məsculluğu göstərdi, məstərliyi göstərdi. Burada da ing gerundluğu göstərməlidir. Sadəcə bu ing-ni hara qoşum? Do-ya qoşa bilmirəm. Məcburən be-yə qoşacağam. Being done. Being done da nədir? Pasiv gerund. Bunun keçmişi də var. Bax, bunun keçmişi də necədir? Bax, məstərin keçmişi nə oldu? To have done. Gerundun da keçmişi having done olacaq. Having done. Buna da yazacağım. Keçmiş gerund. Having. Bir dənə də ortaya been atdım. Mənə məhculluqda çünki to be lazımdır. Having been done da nə olacaq? Keçmiş məchul gerund. Məchul gerund. Keçmiş aktiv gerund yazacağım buna. Məlum, aktiv eyni şeydir, onu da bilirsiniz. Bax, bunların hamısını biz indi yadımızda saxlayırıq ki, personal, impersonal qaydasını bilməm, indi baxdınızmı, başa düşdünüzmü? Biraz bilirsiniz necə? Bunlar üçün də baza lazımdır. Birdən-birə öyrəndiyimiz şeylərdir. Bir dəfəyə yadınızda qalmaya bilər. Yəni başa düşməmisinizsə də, çətinlik çəkmisinizsə də bu normaldır. Ona görə mən buna bir də qayıdıram. Yəni əgər deyirsə ki, baxmışıq superdə vəziyyət yaxşıdır, keçək birbaşa testlərə. Amma düşünürəm ki, bunların üstündə işləməliyik. Hətta istəyirəm ki, bu dərs bunu konkret başa düşək. O qədər testlər seçmişəm ki, super deyil. Bilirəm elə ona görə yəni birdən istədim ki, baxaq. Aha. Hə, indi bunu bir dənə yadınızda saxlaya biləcəksiniz. Bax, məstər to do-dur. Keçmişi nə oldu? Daha doğrusu məchulu nə oldu? To be done. To do, to be done. Məsəl üçün deyirəm ki, to invite, to be invited. Rahatdır, hə. Amma məsələn, keçmişi nədir? To have done. To have done. Bax, çox rahatdır. Have done-ı burada da görürəm. Have done-ı gerundda da görürəm. Sadəcə məstərdə to-lu görürəm, to have. Gerundda ing-li görürəm. İndi mən gerundda to qoymayacağam ki, gerundun da gerundluğunu ing ilə göstərməm. Having done. Məhculları da çox rahat. Ortasına da bin atacağım. Having been done. Necə məsəl üçün biz
adicə indiki bitmiş zamanda, keçmiş bitmiş zaman məhsullarını binlə düzəldirdik. Have been done, has been done, had been done, will have been done. Məsəl üçün necə göstərirdik? Bunlar da elədir. Been. Adicə məsələn should da demirdi. Məsələn should have been done'ımız da var. Onu da keçəcək inşallah sizlə. Keçmiş peşmançılıqlarımızı bildirir. Məsələn orada da been var. Should have been done. Kaş ki edilmiş olaydı nəsə. Okay? Deməli, bunları indi yadımızda saxlayırıq. Belə deyim də, qayda dəftərlərinizə yazın, sadəcə o əzbərləyin. Əzbərləməmişdən də qabaq mahiyyəti ilə yadda saxlayın ki, burada niyə to oldu, burada niyə have oldu, burada məsələn bir neçə dərs sonra yadınızdan çıxmasın. Mahiyyəti ilə yadda saxlasaz ki, bu gerund, bunun ing-sini görməliyəm, bu məslərdir, bunun to-sunu görməliyəm, bu keçmişdə have-i görməliyəm, hətta bunun danını görməliyəm, keçmişliyi fe'li sifət 2-də mənə göstərir. Məhsulda to be lazımdır, buraya bir to be qoyum. Belə-belə özünüzlə step by step ki, tam başa düşə-düşə yadınıza saxlamağa çalışın ki, bir neçə dərs sonra yadınızdan çıxmasın. Bu belə. İndi bunları niyə keçdim? Çünki personal, impersonal passivimiz var. Belə passivi onsuz da bilirik, rahatdır. Çətin bir mövzu deyil. Zamanları yaxşı bilirsinizsə, passivi də yəni mənimsəmək çətin deyil. Biraz sual cümlələrdir, who'larda, what'larda diqqətli olun. İndi ondan da danışacağam sizə. Əsas məqam, bu passivin advanced səviyyə məqamı nədir? Personal, impersonal. Yəni buna belə deyək də, şəxsli və şəxssiz məhsul növ deyirik də. Buna tərcümə olmasa da daha yaxşı olar. Terimlərin İngiliscəsində yadımızda saxlayaq. Necədir? Əgər sizə desə ki, verilən cümləni personala çevir, personal passivə çevir, yaxud da impersonal. Yəni impersonaldan başlayaq. Niyə görə? O çox sadədir. Impersonal pronoun deyirdik, it deyirdik, şəxssiz mübtəda, it. Məsələn, bəzən elə olur ki, cümləmizin mübtədası yoxdur, qondarma bir mübtəda gətirir, it. Məsəl üçün, it is raining. Hava ilə bağlı yağış yağır deyəndə necə deyirik? Deyirik, it is raining. The weather is raining demirik ki, deyirik, it is raining. It is 2 o'clock. Bax, bu zamanla, hava ilə bağlı cümlələr, bəzi cümlələr var ki, məsələn, it is high time, falan şey, yadınızdadırmı? Yəni, o zaman bizə qondarma bir mübtəda köməyə gəlir. Ona şəxssiz mübtəda deyilir, it mübtədasıdır. Və indi burada da impersonal, passivdə də bizə it lazım olacaq. Və siz passivdir axı. Itdən sonra məlum növdə xəbər gətirməyəcəksiniz, məchul növdə xəbər gətirəcəksiniz. It is, məsələn, it is said ola bilər. Yaxud da sizə verilən cümlənin başı keçmiş zamandadırsa, it is said yox, it was said deyəcəksiniz. Hətta bunu istəyirsiniz, mən sizə konkret hazır cümlələr üstünə göstərim. Baxın. Bax, məsələn, belə bir cümlə verilib sizə. People believe that he lied in court. Hazır cümlə üstünə göstərin PDF-imizdə. Bax, insanlar inanırlar ki, o məhkəmədə yalan danışdı. Belə bir cümlədir. Deyir, indi bunu passivə çevir. Passivi də iki cürdür. Nə cür? Deməli, personal, impersonal. Bax, itlə başlayan deməli, məhculunuz impersonaldır. Bayaq dediyim itdir də. İndi burada it is believed yazdıq. Bilirsiniz niyə? Çünki baş cümlənin zamanı indiki sadə zamandır. Siz də məhçulu indiki sadə zamanda aparacaqsınız. İnsanlar inanır ki, o yalan danışdı. Yəni, inanılır ki, inanıda insanlar burada itdi. Bilirsiniz niyə? Çünki biz məlum cümləni məhçul cümləyə çevirəndə mübtəda qalmırdı. Demişdik, mübtədanı atmalıyıq. Mübtədanı atdıq. People-u atdıq. It is believed, inanılır ki, it is-lə başlayan cümlələrinizi, itlə başlayan impersonal passivləriniz çox rahat. Niyə? Çünki ardıca gələn that clause-u necə var, elə qoyacaqsınız yerinə. Da burada başqa şey, başqa zaman, ay bu məslərə çevrilsin, necə? Xeyr. Necə var, qalacaq yerində. That he, baxın, that he lied in court. Necə var, elə gətirdik, qoyduq yerinə. Və buna nə deyirik? Impersonal. Bir də deyirəm, verilən cümlənin, baş cümlənin zamanına baxıb, it is, yoxsa it was olmasını təyin edirsiniz. Məsələn, burada believed olsaydı, believed, insanlar inanırdı ki, onda siz də it was believed deyəcəksiniz. İnsanlar inanacaq olsaydı, inanılacaq. It will be believed verəcəksiniz. Yəni, zamana görə təyin edəcək. Baş cümlənin zamanına görə, demək, buradakı mübtədanı, daha doğrusu xəbərin zamanını təyin edirik. Və ardıca da that clause necə var, elə də qalır. Baxın, it plus passive plus that clause. Buyurun. Sualımız var. Elə sualınız olan kimi verin. Bəli, mənim buyurun. Burada xəbər, bu yazmısınız, məsələn, agree, allege, announce, assume, bunlardan olacaq da xəbər. Bəli, xəbər bunlardan ibarət olur. Çünki bunlara deyirlər reported feillər, reported verblər. Və bunlar özləri də təsirli feillərdir ki, məchula düşə bilsin.
və reported feillərdir. Claim, consider, Gülşənlərdə də var. Declare, discover, estimate, expect, məsələn, believe, show, say, suppose. Bax, bunlardan birini verə bilərsiniz. Bunlardan birini görəcəyik. Okay? Bunlar Bunlar məsələn reported feillərimizdir. bunlar sadə cümlədə olanda o cümləni biz məhsula çevirə bilərik. Yəni belə. Yoxsa ancaq Ha. lazımdır ki, mürəkkəb olsun. Hə, yox, niyə bilmək nəyi təsirli feildir? It is known. Adi məsəl üçün cümlə. Bunlar bilirsiniz nədir? Bu tip cümlələrdə baş cümlənin xəbəri bu feillərdən ibarət ola bilər. Bu hal üçün nəzərdə tutulur. Yoxsa normalda adi cümlələrdə verin də. Məsələn, believe, Aydın. inanıram nəyə? It is believe. Hope, ümid edirəm nəyə? Məsələn, find, tapmaq. Tapmaq nəyi? Açarımı tapdım, açarım tapıldı. Salırsınız məsəl üçün məchula. Aydın oldu. Bu məhz bu hal üçün bu feillər keçərlidir. Çünki reported feillərdə, yəni başqasının sözünü, bu reported speech keçəcək, bundan sonraki mövzumuzdur məsələn. Oradakı feillərdir. Aydın oldu? Aha. Bu oldu bizim impersonal. Amma desək ki, cümləni keçirt personal passivə çevir desə, onda nə edirik? Onda baxın. Siz baxırsınız, bax, verilən cümləyə. Verilən cümlədə birinci mübtədanı onsuz da atırıq. Birinci mübtəda bizə lazım deyil. Siz budaq cümlənin mübtədasını gətirirsiniz başa. Çünki o yalan danışdı. İnsanlar inanır ki, o yalan danışdı. Yəni onun yalan danışdığı inanılır. Onun yalan danışdı. Yəni o inanılır ki, yalan danışdı kimi. Yəni məntiqlə budur. Yəni budaq cümlənin mübtədasını gətirəcəksiniz qabağa. Believed is believed necə var elə qalır. Ümumiyyətlə bu feillər var, əvvəldə gələn feillər. Impersonalda necə idisə, personalda da elə qalır. It is believed yenə də he is believed kimi olacaq. Çünki zaman, baş cümlənin zamanı indiki sadə zamandır. Məhsula saldım mı? Deməli, subject sonra da passiv gəlməlidir. Sonra isə siz nəyə baxacaqsınız? Burada to məsdəri də gələ bilər. Təkcə to məsdəri. To lie. Yaxud da to have lied. Yaxud to have done da hər hansı bir feil də gələ bilər. Necə seçirsiniz? Yəni məsdəri indiki zamanda da verə bilərsiniz, keçmiş zamanda da verə bilərsiniz. Baxacaqsınız sizə verilən cümləyə. Burada iki dənə feil görürük. İki dənə zaman görürük. Əgər bu zamanlar eyni zamandadırsa, özümüzü dağa daşa vurmayacaq. Heç nə siz götürüb bir dənə to plus məsdər. Yəni feil məsdərimizi necə var indiki zamanda qoyacağıq. Məsələn, əgər burada olsaydı lied yox, lie olsaydı lie. Yəni insanlar inanır ki, o məhkəmədə yalan danışır indi. İnsanlar da indi inanır. O da indi məhkəmədə yalan danışır. Eyni zaman olsaydı, o zaman siz bura sadəcə olaraq to lie verəcəydiniz. He is believed to lie in court verəcəydiniz. To lie. Çox rahat. Orada məsələn zəti falan atırsınız ha, zət clause qalmır. Bu cümlə sadə cümləyə çevrilir. Impersonalda mürəkkəb cümlə necə var elə qalır. Personal passivdə isə mürəkkəb cümləni sadə cümləyə çeviririk. He is believed, özü bunu biz inşallah reduction dərsində də öyrənəcək, baxacağıq bunlara reduction dərsinin qaydasıdır. He is believed to lie. Amma axı biz baxırıq ki, bizə verilən cümlənin başı ilə budağının zamanları fərqlidir. Başda deyir insanlar indi inanır. Amma budaqda deyir ki, o keçmişdə yalan danışırdı. İnsanlar inanır ki, o məhkəmədə yalan danışdı. Baxıram ki, əgər bir cümlədə iki dənə fərqli zaman verilibsə, o zaman bu keçmişdə axı mən də məsdərin keçmişindən indi istifadə etməliyəm. Məsdərin də keçmişi nə idi? To have done. Burada istənilən bir feil veriləcək, siz onu salacaqsınız keçmişə. To have done. Burada da lie feilidir. Lie bilirsiniz qaydalı feildir. Lied qalır da. Yalan danışmaq feili daha digərləri qaydasızdır. Deməli, lie-ı gətirib qoyacağam. To have lied in court. İndi burada niyə görə have gəldi ortalığa düşdü? Have-i biz keçmişdə görürdük. Çünki budaq cümləsinin xəbəri keçmiş zamandadır. Əgər ikisi keçmiş zamanda olsa, xeyr, yenə də to lie-dan istifadə edirik. To do. İki dənə eyni zaman olsa, to do. Bax, indiki zamanla gələcək zamanı görsəz, to məsdəri indiki zamanda veriləcək. Bir dənə məsdərdən istifadə edəcəksiniz. Çünki indiki zamanla gələcək zaman simultaneous hesab olunur. Amma indiki zamanla keçmiş, keçmişlə keçmiş bitmiş, indiki ilə indiki bitmiş, fərqli zamanlar hesab olunur və o zaman have gələcək meydana. Yəni siz məsdərin keçmişindən istifadə edəcəksiniz. Have keçmişliyi bildirir Nigar müəllimə, have keçmişliyi bildirir. Have keçmişliyidir, okey? Və sizə orada məsələn has veriləcək, bəzi variantlarda had veriləcək, qətiyyən götürmürsünüz. Ümumiyyətlə feilin təsriflənməyən formalarının keçmişi have-ləndir.
Okay? Keçmişə have-ləndir. Aydın oldu bu. Personal, impersonal necə olur? Başqa bir nümunə ilə istəyirsiniz baxaq. Məsələn, bax belə bir cümlə verilib. They expect him to arrive soon. They expect him to arrive soon. Onlar, bax, soon-u görürsünüz nədir? Gələcək zaman. Bu tərəf nədir? Expect, indiki zaman. İndiki zamanla gələcək zaman eyni hərəkət, eyni zaman hesab olunur. Heç bir dəyişiklik olmayacaq. Necə verəcəyik? It is expected. Burada niyə it is oldu? Çünki expect indiki zamandaydı. Mənim də məchulum indiki zamanda olacaq. Burada expected olsaydı, mən də it was expected deyəcəkdim. It is expected that, zəti atada bilərik, ümumiyyətlə atmaya da bilərik. He will arrive soon. Bayaq dedim ha, cümlənin necə var? Clause gətirin də. Çünki impersonal mürəkkəb cümlə yaradır. Mürəkkəb cümlə. Hətta sizə sadə cümlə verilib. Bu çox qəşəng nümunədir bu. Sadə cümlə verilib. Amma biz it is expected dediyim, ardıca mürəkkəb cümlə gətirməliyəm. İnanılır ki, ardıca o hadisəni mən danışmalıyam da, mübtəda xəbəri olmalıdır bunun. Zət. Zətdən sonra zət bağlayıcıdır. Bağlayıcı cümləni cümləyə bağlamalıdır. Bax, məsələn, personal passivdə zət yoxdur. Zət yoxdur, cümlə də yoxdur. Ardıca da təzədən bir də mübtəda xəbər gəlmir. Amma it is impersonal passivlərdə zət olduğuna görə bir dənə ardıcı cümlə gəlməlidir. Zət çünki bağlayıcıdır. Bağlayıcının işi cümləni cümləyə bağlamaqdır. Söhbətə zət bağlayıcısından gedir. It is expected that him to arrive nə deməkdir? Söhbət himsə he-dən söhbət gedir. Onun tez gələcəyi danışılır. Onlar gözləyirlər ki, o tez gələcək. Yəni inanılır ki, gözlənilir ki, o tez gələcək, tezliklə çatacaq. He will arrive soon. Bu oldu impersonal. Gəlin görək indi personal necə eləyir. Demişdim ki, digər mübtədanı gətirib qoyursunuz. İndi burada mübtəda deyil də, burada mürəkkəb tamamlıq strukturundadır. Amma ortada mənim bir himim var, ikinci obyektim var da, subyektim hətta deyim. Burada obyekt əslində biz onu subyekt kimi nəzərimizdə tuturuq. Him kimi gətirib əlbəttə ki, mübtəda yerinə qoya bilmərəm. He-yə çevirəcəm. He is expected, yenə görürsünüz, is expected necə var yerində qaldı. He is expected to arrive soon. İndi burada niyə görə to have arrived olmadı, to arrive oldu? Niyə görə burada to have arrived olmadı? Bəli. Çünki zaman eynidir. İndiki zamanla gələcək zaman eyni götürülür. İndiki zaman biz necə məsələn bağlayıcılarımız var. If, when, after, before, as soon as, till. Deyirdik ki, məsəl üçün bir tərəf indiki zaman, bir tərəf gələcəyi uzlaşdırır. Çünki eyni zaman hesab olunur da. Yəni siz burada bəli, will, bir tərəfdə də expect. Will expect. Gələcək zamanı, indiki zamanda biz to məsələrindən istifadə edirik. Bəs burada İndi burada məsələn to arrive da verə bilmirəm keçmişliyi. Ona görə başqa bir nümunəyə baxaq. Məsələn, bax, people believe that Mr. Brown owns a lot of land in the north. İnsanlar inanır ki, Mr. Brown'un şimal torpaqlarında çoxlu, belə deyək də, şimalda çoxlu torpaqlara sahibdir. Mənimsəyir, sahibdir. Personalda necə veririk? Impersonal da var, personal da var. Personalda necə verəcəm? Personalda, ha, impersonalda iti görürəm. Personalda şəxsin özünü görürəm. Kimə inanırlar? Kimin nəyinsə olduğuna inanırlar. İnanılan tərəf Mr. Brown'dur da. Mr. Brown is believed. Burada niyə görə was believed olmadı? Burada niyə was believed olmadı, is believed oldu? Çünki baş cümləmizin xəbəri, yəni people believe-in xəbəri indiki zamandadır. Is believed. Əlbəttə ki, believed olsaydı was believed verərdi. Bəs burada niyə görə to own oldu? To own. To have owned olmadı da to own oldu. Məsələr indiki zamanda verdi. Niyə? Çünki növbəti cümlə, bax burada budaq cümlənin xəbəri, bəli, indiki zamandaydı. Bu cümlə ilə, baş cümlə ilə budaq cümlənin xəbəri eyni zamandadır. Eyni zamandadır. Believe də indiki zamandır, owns da indiki zamandır. Biz də o zaman özümüzü yormuruq da, to own deyib də qutarırıq. İndi siz bir dənə fikir verin ki, personal passivdə zət yoxdur. Zət clause yoxdur. Cümlə gəlmir. Ardıca cümlə gələ bilməz. Bax burada deyə bilməzsiniz ki, Mr. Brown is believed that he owns deyə bilməzsiniz. Siz onu ancaq impersonalda deyə bilərsiniz. İndi bunu bir dənə impersonalda verin bu cümləni. Bax bu cümləni impersonalda bir dənə verin, zəhmət olmasa. Impersonal məchula salaq. PDF-də üstünə yaza bilməyəcəm, amma şifa edəcəm. Yox, cümləni bütöv salın, zəhmət olmasa. Bütöv deyil. Aha.
Impersonal passive. It is believed-dən başlayacaq, bəli. It is believed that zəti ata da mötərizə verəcək ki, çünki ata da bilirik. It is believed that it is believed that ardıca nə gələcək? Yox, bax to on yazdınız. Yox, bəs mübtəda hara getdi? Cümləni zətdən sonra müəllimə, Baruki müəllimə, zətdən sonra siz mübtəda xəbər gətirməlisiniz. It is believed that Mr. Brown, Mr. Brown owns a lot of land in the north. Bax, it is believed-dən sonra zət ardıca da mübtəda xəbər gəlməlidir. Bütöv bir clause gəlməlidir. Siz ancaq tək məstərin keçmişini personal passivdə verə bilərsiniz. Məsələn, cümləniz Mr. Brown-dan başlayanda, bax, burada verə bilərsiniz. Siz bura that clause ata bilməzsiniz. Burada ancaq, bilirsiniz nədir? Personal passive reduction-dır. Siz mürəkkəb cümləni sadələşdirirsiniz. Salona atılmışsın. Yırdırılan da yiyiniz. Yaxşı, çox sağ olun. Eybi yox, cez yazmağınızın ziyanı yoxdur. Aydın oldu. Deməli, necə olacaq strukturumuz? It is-dən sonra passiv gələcək, that clause. Yəni, that ardıca mübtəda xəbər. Necə var? Oradakini köçürdəcəksiniz bu da cümləni. Amma personal passivdə, deməli, siz şəxsi gətirdiniz, söhbət kimdən gedir? Mr. Brown'dan hər hansı bir adam olacaq da, o adamı gətirəsiz qabağa. Bax, birdən çaşıb burada people is believed verərsə, qətiyyən. People is believed, həmişə diqqətli olun. Baş cümlənin mübtədası mübtəda yerində qala bilməz. Bu da bizim passivin əsas qaydasıdır. Mübtəda yerində qala bilməz. Gətirəcəyik, deməli, budaq cümlənin mübtədasını bura, başa, sonra zamana fikir veririk. Sonra da digər zamanlara da fikir veririk ki, burada to on verək, yoxsa nə verək? Məsələn, burada ons yox, ond olsaydı necə verəcəkdik buranı? Burada ons. İnsanlar inanır ki, var idi. Kişinin var idi torpaqları. Onda necə olacaqdı? Bütöv yazında nə olar? To have owned qaydalı feildə idindən düzəlir. To have owned. Super, əla, qəşəng. İndi gəlin testə keçək, görək həqiqətən başa düşmüsünüz yoxsa yox? İşin içindən çıxa bilirik testlərdə də yoxsa yox? Başlayaq testlərimizə. Başlayaq. Çox qəşəng sizə onlayn bir quiz seçmişəm. Çox xoşunuza gələcək. Başlayaq. Məsələn, bax sizə burada variantlar açacağam. Siz birini seçin. Məsələn, 1, 2, 3 yazın. Mən də qoyum yerinə. Bax, burada sizə cümləni verməyib, aktiv cümləni verməyib, demir passivə çevir. Siz mənadan tutmalısınız ki, bu keçmişliyi var bunun canında, indikiliyi var, gələcəkliyi var. Buyurun. Bəli. İndi burada everybody likes him görürük də. Everybody likes him. İnsanlar onu sevirlər. Onda o necə söhbət hansı zamanla gedir? Söhbət hansı zamanla gedir? İndiki zamandan gedir. İndiki zamanda olanda da to have been, insanlar onu xoşlayırdılar, sevirdilər, olsaydı to have been deyərdik. O yaxşı prezident olubmuş da. O zaman deməli nə deyirik? To be. Bir də ki, it is-lə başlamayıb deyənə mən that clause gətirə bilmərəm. To be. Sonra biri indiki, biri keçmiş deyil. Burada hanı keçmiş? Bu is considereddir. Is considered indiki zamandır. Bu tərəfdə indiki zamandır. Ona görə də nə verdi? To be. To be-ni, yəni məsləri indiki zamanda verdi. İndi yenə də yoxlayacağıq axırda cavablarımızı. The company, baxın, bunu özünüz baxın, görün, nə olar? Cümləni axıra qədər oxuyun. Axıra qədər oxudunuzmu? Bəli. Nə var? Keçən ay deyir. Şirkət haqqında nə deyilir? Keçən ay itirdiyi deyilir. Bax, bir var dedim ki, itirməyi deyilir, bir də var itirdiyi deyilir. Aha, to have lost. That clause gətirə bilərəm. Gətirə bilmərəm. It is-lə impersonal deyil ki, bu personal passivdir. To have lost. Ay, sağ olun. Sonra. Buraya bilirsiniz nədir? Dedikodu edilir
dedikodu edilir, deyilir. Cheating də elə bil ki. Nə olar sizcə? It is də ha, özdə diqqətli olun. Impersonaldır. Impersonalda biz it is-dən sonra nə gətirməliydik? Bax, tələsməyin. Ay sağ olun, that clause gətirməliydik. Impersonalda it is-lə başlayan cümlələrimizə that clause gətirməliyik. Personal deyil, bax, başlarına fikir verin. Bax, the company is said. Bir də var it is said. Sonra 4. Bir başa düşün cümləni. Tutun. Yanğın nə vaxt olub? Xəbər şəkilləri xəbər verilir ki, yanğında yanır, yandı. Bax, görsün necə oxuyub anlamadı birbaşa. Nə? Ay, sağ olun. To have been. Bax, burada heç bir əslində zaman zərfi görmürəm. Amma yanğından əvvəl, belə deyəm də, yanğın ola-ola mən durub, elə bir ki, to be destroyed, hər dəfəsində yanğın olur, yandığı, yanmağı da, indiki zamanda hər dəfəsində yanmağı report olunur. Yandığı, şəkillərin yanğında yandığı da, belə deyək də, məhv olduğu deyilir, olar. İndi yenə də baxarıq, bəlkə də mən səhv deyirəm. Məsələn, yazanlarınız da oldu 3. Yenə də axırda yoxlayacaq. Buyurun. Üç dənə variantınız var. O şey yazın, çünki mən bir-bir cavabları yoxlaya bilməyəcəm. Əlimi buradan götürəndə variantlar itir. Bax, bu nədir? 2 də yazırsınız, 1 də yazırsınız. Personaldır, impersonaldır. Bax, birinci onu dəqiqləşdirin. Personaldır yoxsa impersonaldır? P yazın, I yazın. Hansıdır? Personaldır. Personalda that clause gələ bilər? Gələ bilməz. Deməli, 3 getdi. Sonra, to have dates nə demək? Dates. İndiki zamanda feildir. Have-dən sonra mən sizə bayaqlarını göstərdim. Demədim, bəs have-dən sonra keçmiş zaman. To have done, having been done deyirik, məsəl üçün. O have-dən sonra da keçmiş zaman gələ bilər də. Have-in yanında bu indiki zaman nədir ki, have dates olsun. Deməli, nə olacaq? Bir dənə variant qalır. Nə qalır? To date. Yəni, fossil, bu fossil bildiniz də bu, nə deyirlər ona? Daşlaşmış şeylərdir də, daşlaşmış nələrsə də o bitkilər filan, onlar demək də. Miokena erasından, yəni geri tarixi o dövrə dayandığı deyilir də, indi də dayanır da tarixi. Nə olacaq? To date. Fossillər də qısacası deyirik də, yəni bilirsiniz də. Aha, buyurun. Bu personaldır, impersonaldır. Addım-addım suallar verəcəm sizə. Personaldır yoxsa impersonaldır? Impersonaldır. Impersonallarda that clause gəlməlidir. 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 That clause-dan sonra, bağlayıcıdan sonra birbaşa to məstəri gələ bilər. Özünüzü niyə çaşdırırsınız? Gələ bilər birbaşa to məstəri. Zətdən sonra to məstəri gələ bilər, gələ bilməz. Nə gəlməlidir? Mübtəda xəbər gəlməlidir. Clause, adı üstünə cümlə, clause cümlə deməkdir, sentence deməkdir. O harda var? Gördünüz indi? That the competition is going. Bax, competition mübtəda, is going to be-dir xəbərimiz. Niyə özünüzü dağa daşa vurmuyor? Okay? 3. Sonra, the witness expected. Baxın. Later. Later nə deməkdir? Daha sonra. Later. Daha sonra. Nəyə işarə verir daha sonra? Daha sonra keçmişə ox qoyaq, gələcəyə ox qoyaq.
gələcəkdirsə, hansını verərik? To məsləri verərik. Ay sağ ol. Yəni belə deyək də, şahid gözlənilir ki, günortadan sonra testify edilsin. Testify etsin, etsin deyilsə, testify. Aha, sonra suspect şübhəli, bax, şübhəli cinayətdən sonra şübhəlinin cinayətdən sonra şəhəri tərk edir olduğu deyilir, tərk etdiyi deyilir. Bax, hadisələr indi gözümüzün qabağında olur, yoxsa bax, hadisə olub, cinayət olub və indi deyilir ki, şübhəli qaçıb. Bax, mənadan tuta bilirsiniz. Bax, bu oxuyub anlama daha. Hal-hazırda gözümüzün, yəni indiki zamandır, yoxsa sizcə keçmişə yönəlik bir şeydir? To have left. Bəli, keçmişə yönəlikdir. Sonra. İndi bunu özünüz tapın. Ay, sağ olun. Next-i gördüyümü, deməli, mən indiki yaxud da gələcək zamandan danışıram. Keçmişlik bir şey yoxdur, tukam. Və burada mən that clause gətirə bilmərəm. Çünki cümləm it was-la başlamayıbdır. That clause-um yoxdur. Keçmişliyə ehtiyac yoxdur. Qalır to come out. Sonra axırıncısına baxaq. It is said impersonaldır. Impersonaldan sonra that clause gələr. That clause-dan sonra cümlə gələr. O da hansıdır? That say. Bəli. So, razılaşırsınız, vuraq. Butona basaq, görək. Necə tapmışıq? Ya Allah. Baxın, %100 hamısını düz tapmışıq. Gördünüzmü? Hamısı düzdür. Demək ki, biz oxuduqlarımızı doğru şəkildə. Buyurun, indi isə test tipində verəcəm. Biraz köməkli oldu, yaxşı. İndi buna da dəyməyəcəm. İstərsiniz çatı falan da bağlayayım. Birazdan olsa test işləyəcəyik. Gəlin bunları eyb yox. Baxaq, onsuz da hərəniz bir cavab yazırsınız. Heç kim heç kiminə baxmır. Bağlamayaq, hə. Birazdan olsa çatı bağlayacağım. Çünki oxuyub anlamamız da var. Gülşən onlardan testlər işləyəcək, məsələn, narahat olmayın. Çox şeyimiz var. Buyurun, tək yazın. Heç nə deməyəcəm sizə. Gəlməyimə. Dərsdən sonra bu linki göndərəcəm. Sabah oturun bir də tək işləyin. Görün onda necə çıxacaq cavabınız. D yazırsınız, D-ni seçəcəm. 2. A yazırsınız, A-nı seçdim. İzah edəcəm bir də cavablar çıxandan sonra. Buyurun. By the end of the year. B yazırsınız. Okey, 4. C 5.
Yaxşı baxın. Impersonal değil. Personal'dı. D. Okey, sonra. 6. Çoxluq nə yazır onu seçirəm. B. 7. D. 8. İşləməli şeylərimiz çoxdur deyə çox qalmıram üstünə. A. 9. Hundreds of people. Impersonal değil. Bax, impersonal değil, personaldır. Impersonalda zəti necə gətirirsiniz? Zət olmaz. B. Sonra 10. Is sought be nə deməkdir? Is sought be. To'suz məsdərdən danışdıq biz. To be. A. Yoxlayaqmı? Bir narazıçılıq olan yoxdur. Baxarıq görək nəyisə səhv seçmişikmi? %100. İndi baxaq variantlara. İndi bilirəm ki, qaranlıq olanlar oldu da, qaranlıq qalanlar oldu. Cavablarımız idi. Baxın. Burada niyə görə? Məsəl üçün, D-ni götürdü. Çünki impersonal deyil. Impersonal deyilsə zət clause gətirə bilmərəm. Is expected to will announce. To-dan sonra will nə olan şeydir ki? Olmaz. Is expected to have announced. Prime Minister is expected to have announced. Burada tomorrow ilə də have-i verə bilmirəm. Qalır D variantı. Is expected to announce. Çünki indiki zaman is expected. Tomorrow da gələcək zaman. Deməli, mən to məsdərini heç nəsizdə indiki zamanda verməliyəm. Yaxud burada da. A suspect is reported to have been arrested. İndi bax, is reported-dən sonra impersonal deyil, zət clause gəlməz. Zət clause gəlməz. To be arresting, bax, belə deyim də, cinayətkar özünü tutmur ki. To be arresting. Nə demək? To be arresting, bilirsiniz bu nədir? Məsdərin davamedici forması, indiki zamanda davamedici formasıdır. Özü məlumda. Bizə isə məchul lazım idi. To have been arrested. Tutulduğu, yəni şübhələnib. Həm də ki, bunu bayaqlarında görmüşdük. Sonra 3-də də. By the end of year, gələcəyə yönəlik bir zaman zərfdə, ilin sonuna qədər cütlüyün, deməli, evlənəcəyi vurğulanır da, danışılır. Vurğulanır yox, danışılır. Yəni, dedikodusu yapılır, türklər demiş. Are rumored to get married özü indiki zamanda məchuldur. Məsdərdir. Məchul nədir? Məsdərdir. Qətiyyən məchul deyil, məchul çaşdım dedi, məsdərdir. Sonra, burada da məsələn, he is considered. He is demişiksə, it is deyil, zət clause gəlməz, zət clause gəlməz. To'suz məsdər olmur, be olmaz, qalır C variantı. Məsələn, 5-də də. Side effects. Bu impersonal deyil. Özündən sonra zət clause gəlməz. Are sold, they have been də elə cümlə gəlib də olmaz. Sonra think, ümumiyyətlə məchula düşməyik. Feilimiz məchula düşməli idi. Are sold to be. Ümumiyyətlə də, yəni bu nədir? Dərmanların kəskin side effects bilirsinizlər, əks təsirlərinin kəskin olduğu düşünülür də belə deyə. Ümumiyyətlə keçərli fakt cümləsi də keçərlidir indiki zamanda da. Sonra burada da it is-dən sonra zət clause gəlməlidir. B variantı düzdür. Belə. Daha hamısını baxmayacaq. Onsuz qalanlarında. Məsələn, burada da the illness, xəstəliyin irsi halları, irsi şərti düşünülür. Is thought to be. The illness is thought to be. Zət clause gəlməz. Personal deyil. Daha doğrusu impersonal deyil. Sonra is thought is nədir olan şeydir. Yaxud da to'suz məsdər də olmaz. Qalır A variantı.
Belə. Yəni bunun başqa bir formada da tapşırığı var. Hə, bax burada nümunə də verilib. People think he is guilty. İnsanlar inanır ki, o günahkardır. Personalda verəcək he is thought to be guilty. Çünki zamanlar ikisi də eynidir. Think is. Impersonalda da it is thought that he is guilty. Bu nümunə kimi yenə gözünüzün qabağındadır. Yəni siz deyəcəksiniz, mən yazacağam. Yaxud da siz özünüz yazın. Bax, artıq bu tapşırıqdır da, test deyil. Tapşırıq formasında, yazılı tapşırıqdır. Buyurun. People believe that the dolphins have died due to water pollution. Necə yazarıq personalına? Bayaqlarım sizə zaman uzlaşmasını dedim. Keçmişə aiddir, yoxsa gələcəyə aiddir, indiki zamana aiddir. Cümlələriniz bütöv yazın, çünki məsəl üçün Ahu müəllimə yazdı. Siz onun ardını yazana qədər 3 müəllim yazır. Sizin cümləniz yarımçıq olmuş oldu da, başa düşdünüzmü? Dolphins are believed. Bu kimdir? Mülkiyə müəllimə. To have-in də düz gətirib. To have. Diet-dəki zaten diet kimi qalır. Bilirsiniz burada niyə görə? Çünki indiki zamanla, indiki bitmiş zaman fərqi, prior action deyirik də, biri digərindən öncə baş verib. İnsanların indi inanmağı ilə delfinlərin ölməyi, çiklənmiş suya görə ölməyi arasında artıq ölüblər. Ölüb. Zaman fərqi olduğuna görə biz məsləri keçmişdə verməliyik. To have died olar. Bəs impersonalda necə verək? It is believed. It is believed. Sonra ardıcına gəlməlidir. Bəli. Necə var? Cümləmiz eyni qalmalıdır. Burada ümumiyyətlə bir dənə hərf səhv etsəm, səhv kimi çıxacaq da. Dolphins have died. Sonra ikinci cümləyə baxın. Razılaşırsınız. She is thought. She is thought. Is deyib, baxın, she is deyib. Is'i think is. İkisi də indiki zamandır. Sadə məslərdən istifadə edəcəm. To be in wealth. Sonra bəs it is nə olsa? It is. Yəni də thought. Ardıcına gəlməlidir, impersonaldır. It is thought that. Ardıca da cümləmiz necə var elə qalır? She is in wealth. Ay sağ olun. Bəs digər cümlədən 5-də. Ekranı. Öyle bildim bir daha önce. The police. He is. Polis say deyirsə is said deyəcək. He is said. He is hiding deyir. He is said. Mən sizə bayaqlarım məslərin davam etsin dedim. Necə verəyini? Burada məsləri he is hiding indiki davam edici zamandır. To be hiding. Belə yazaq, indi görə sadə formada verəcək, yoxsa davam edici formada verəcək. Belə yazaq. Çünki zaman indi baş verir. O indi gizlənirsə, məslərin də indiki davam edicisini verməliyəm. He is hiding. He is said to be hiding. Və sonra it is said. Ardıca that clause qalır. That he is hiding. Qaldı necə var yerində, elədimi? Ay sağ olun. Sonra 7. The suspect is known. Is known verəcəm. Çünki know feilin iki zamandadır. The suspect is known. Yenə də. Is dealing deyirsə, to be dealing verərəm də. Davam edici formadadır. To be dealing with drugs. Sonra
It is yenə də demişdik ki, it is known, suspect is known, eyni şey qalır. Emiyor. It is known, that clause qalsın yerində. Bax, indi burada necə that clause'umuz yoxdur. Özümüzdən necə verək? It is known that the suspect is dealing with drugs. Zəti burada verməsəydik də olardı əslində. Yəni, Allah biz də silək. Aha, sonra sonuncu cümləmiz. People considered ay sağ olun. Government was considered olacaq. Çünki baş cümlənin xəbəri keçmişdədir. Considered. Aha. Ardı necə gələcək? Biri keçmişdi, biri keçmiş bitmişdi. Bini niyə verdiniz? Bax, bini niyə verdiniz? Burada had been spent məchulda verməyib ki sən. Məslərin keçmişini verib, məlumda verib. Bini niyə qoyduq ora? Bin lazım deyil. To have spent. To have spent. Özü xərcləyib. Bax, government özü xərcləyib. Xərclənilsəydi to have been spent verərdik. Burada məhçulluq yoxdur. Budaq cümlənizdə məhçulluq yoxdursa özünüzün bin məhçulluğu orada təmsil edir. Ehtiyac yoxdur. To have spent qısacası. To have been spent isə xərclənilir. Xərclənilir ola bilməz. Aha, sonra it was yenə də considered. It was considered. Aha. The government had spent, bəli, necə belə qalacaq yerində. Had spent too much. Çək eləyək. İndi burada hərf səhvin falan olsa, qırmızı ilə verə bilər. İnşallah ki, hərf səhv eləməmişəm. Bax, 2 dənə hərf səhvimiz var nəsə. Bax, dolphins are believed. Bunu düz vermişik. Bunu da düz vermişik. Bunu da düz vermişik. Bax, burada bizə nə verir? Deyir ki, is known to be dealing. Is known to be dealing. Düz vermişəm. İkincidə nəyi səhv çıxartdı? Because it is a, bir dəqiqə. It is known that the suspect is dealing. It is known the suspect. Zəti verməmişəm 100% ona görə. Aradadır zət. Mən görə bilmirəm. Gözüm şey oldu. Pəssiv. Verib özü feedback. Hə, Aysan, zəti vermədik. Bax, biz zəti vermədik ona görə. Hə. Amma əslində zəti verməyə də bilərik. İndi bu deyir ki, özündən əlavə elə. Eyb yox, o problem deyil. Əsas cümləmizin strukturunu düz yazmışıq. Yəni, feili falan düz yazmışıq. Bir dənə zəti verməmişik. Okey, zəti qoyun. Burada da zəti verməmişik ona görə. Bax, görürsünüz, zəti verməmişik. Ona görə səhv verdi. Əslində zət problem deyil. Zəti verə də bilərik, vermir. Amma bu, sizlə standart cavab istəyirsən. Burada bir dənə hərf səhv eləsəz, onda da qırmızı ilə verəcək. Buna görə narahat olmayın. Əsas cümlələri düz yazmışıq. Belə. Aydın oldu mu? Vermiş deyə sonra sildik, hə. Çünki cümlənin içində yox idi, dedim görəsən belə. Amma bax, fikir verin, davam ediciləri, görürsünüz davam ediciləri. Elə məslərin də davam edici formasını da istədi. Bax, to be hiding. He is hiding. Bax, cümləniz indiki davam edici zamanda deyənə. Bunu da elə davam edici də istədi. Gördünüzmü? Bax, bunlarda fikir verin. Tək sadədə verməyin də, davam edici də verin. Cümlədə necə veribsə elə verək. Məsləri. Feili məslərə düzgün çevirək. Belə. İndi bilməm, sualınız varsa verin. Nəticə necədir? Bir dənə refleksiya eləyək. Bəli. Burada, bir dənə refleksiya eləyək. Bildiyimi, deməli, nə öyrəndik? It is, it was, impersonaldır. Ardıca, that clause gəlməlidir. Bəli. Ardıca that clause gəlməlidir. Cümlə necə var? Elə qalır da mübtəda xəbər. Amma personal passivdə isə dedik ki, artıq cümlə qısalmalıdır, mürəkkəb cümlə qala bilməz, redaksiya olacaq, redaction olacaq və baxacağıq ki, iki feil arasında bizə verilən active voice-da iki feil arasında zaman fərqi varsa, biz məslərin keçmişindən to have-dan istifadə edirik. Zaman fərqi yoxdursa,
O zaman fərqləri daha çən olurdu. İndiki zaman, indiki bitmiş, keçmiş zaman, keçmiş bitmiş, indiki zaman, keçmiş sadə o zaman olur. Okay? Belə. İndi istəyirsinizsə, gəlin biraz uzaqlaşaq bu qaydadan, sonra qaydaq yenə testə. İndi biraz parafrez eləyək. Parafrez eləyək. Cümlələrimizi biraz da oxuyub anlamamızı inkişaf etdirdikdən sonra qaydaq görək. Hə, yox, buradan qaçış yoxdur. Ahıl müəllimənin sevdiyi parafrezlərdən eləyəcəyik. Buyurun. Çatı bağlayın. Ha, görürsünüz, ürəyimiz eynidir. Buyurun. Saçmalıyım. Çok görürsün.